Sabahınız xeyir uşaqlar. Saat 8-in yarısıdır və mən yola çıxıram. Мы в автобусе будем слушать песни. Маха, привет, передай привет. Мы с тобой никогда не будем. И вообще, я тебе не... Böyle bir çox tünd gələcək. Hər ikisi salam, bir daha. Artıq Şamaxıdayıq, Abqara restoranına giriş edirik. Avtobusdan düşdük, şükür. Mənzərə bizə görə gözləndi. Neyse uşaqlar, завтра görüşərik. Это мага. Он водитель, он комфортный, он такой прям. Орхан Бей, здравствуйте. Ты шаурму ел? Я видела. Да, он ел. Он мне доказательства. Я как будто приехала на 2 дня. Ты пока. Вот снимаешь. Я как вам Я беру использовала пломбир. вас как транспорт. Покупайте пломбир, чтобы я получала пломбир. Tracing the lines, you can measure the size, matching the colors. Can't tell one from another. Tagging up the coastline, famous in your home. Even like Можете меня сейчас снимать? Uşaqlar, mən makiyajı hindi eləyəcəm. Uşaqlar, mən nəhayət ki artıq hazıram, gedə bilərəm. Bayaq burada o qədər qız var idi, fənlər işləyirdi, Dysonlar, makiyajlar falan. Amma indi sakitçilikdə hamı çıxdı, indi mən də çıxacağam. Makiyajım hazırdır bu arada, bəyəndiniz. Neysə, gedirəm. Bitdi uşaqlar. Artıq restorandan çıxmaq vaxtıdır, çünki mən bilirəm ki, mənə gözləyirlər. Hə, gördüm, uşaqlar ucu bayırdadır. Uşaqlar mənə dedi ki, biz aşağıya düşməliyik. Məncə aşağıda mənzərə daha gözəl olacaq. Bu arada obrazım belədir, Saroçkanın uzun yubka və sapaşki. Oy da, böyük bir də üzüm var orada. Ay, yubka düşdü. Bu arada mənim yaddaşım artıq dolub. Bilmirəm neyiniyim. Amma çəkəcəm, mənim fərqi yoxdur. Hər şeyi silmişəm. Əsas odur ki, vlog maraqlı olsun. Burada çekiliş gedir. Давай косметичку надо. Окей. Подключайся. Давай. Посмотрите. Всем какой привет. вид. Давай против света встанем. Итак, Всем привет. hamımız giyinmişik, hamımız keçirmiş. Şimdi gözləyirik ki, fotoğraf gəlsin, bizi çəkimiz çəksin. Baxın, Nurayın obrazı belədir. Gördüyünüz kimi arxada çəkiliş gedir. Ona görə ayrılmayın. Birazdan sizlərə qayıdacağıq. Amma bura çox möhtəşəmdir, çox gözəldir. Bakın. Такой вот обрыв. Я вода течет. No. Mən aşağı düşsəm, məncə mənə söz gələcək. Ona görə düşə bilmərəm, amma orada aşağıda deyəsən çay var.
Это на грузинском хороший слова. Да, меня зовут Муса. Lan onda ya izin ошиблась. Да, вот bir defa ошибка Меня elədim. на самом деле реально Муса зовут. Тебя Orhan Нет, мы Ты просто шутишь? издевались тогда. artıq çəkiliş qutardı. Birinci lokasiyamız bitdi və biz gedirik ikinci lokasiyaya. Тебе понравилась фотография? Да. Да. Которую тебя сняли? Фотограф? Да. Ну так себе. Ты посмотрела? Да. А я не посмотрела. Он сказал, что красиво, я поверила ему на слово просто. Он мне тоже сказал, типа, да, красиво. Потом я его попросила, типа, много посмотреть. Я посмотрела, ну, знаешь, фотка красивая, но Да. мне не понравилось, А именно как я, я выгляжу. mən birinci kadrdan çəkdim və demədim ki, ikinci dəfə, çünki mən onsuz gecikirdim. Ümid edirik ki, qəşəng uşaq. Perikusdur. Ne döşedi? İçinde şey azmıyor. Perikus tak Sen dedin nereden Orhan yemir, amma mən yeyirəm. Orhan götür də. Nergis sen beğendin. Ben hep götür bunu yine. Dolu yemeyeceğim. Я. Я знаете, сколько поела? Да. Да, сейчас. Все, короче, я это беру, ребята, смотрите. Окей. Колбасу тебе. Ümid edirəm ki, seçim gəlir. Hər kəsə bir daha salam. Bugün artıq ayın 24-düdür, 24 noyabr. Bizim Şamaxı gezintimizdən 3 gün keçdi və mən Şamaxıda vlogun sonunu çəkə bilmədim. Niyə? İndi çəkmək istəyirəm. Ümumiyyətlə, bu gözəl gezintini, gözəl fotosesiyanı yekunlaşdırmaq istəyirəm. Mən uşu donuram, amma bu videonun sonunu yazmalıyam. Mən onu demək istəyirdim ki, bir insanı tanımaq istəyirsinizsə, onunla yola çıxın. Yəni səyahətə çıxın. Məcbur deyil ki, siz başqa ölkəyə uçasınız falan. Sadəcə rayona da gedə bilərsiniz. Bunu mən həmişə başa düşmüşəm, həmişə bilirdim. Zaten mən həyat boyunca məktəbdə də sinif yoldaşlarımla rayonlara, bütün rayon gəzintilərə mən qatılırdım. Çünki yolda baş verən situasiyalar normal həyatda baş vermir bəzən və siz bir insanı başqa və fərqli şərtlər altında tanımaq şansı olur. Ona görə uşaqlar səyahət eləyin, rayonlarımızı gezin. Çox gözəldir. Qızlar hamısı çox qəşəng idi, maşallah. Biri-birindən gözəl idi. Həm də ki bizim dress kodumuz payaza çox uyğun idi. Seçdiyimiz rənglər, məncə hər şey çox gözəl keçdi. Bu qədər. Ümid edirəm ki, vlogu bəyəndiniz. Fikirlərinizi, rəylərinizi yorumlarda gözləyirəm. Özünüzə çox yaxşı baxın. Sağ olun. Mən artıq donuram. Rebecca! Tanımağınız, yəni şansınız, başqa şərq tanımağınız, yəni və s. Təbii ki, yəni amma mənim bəzi fikirlərimlə